Axşamınız xeyir olsun, salamlayım hər birinizi. Təbrik edirəm futbolçularımı. Baxmayaraq çox yorğun bir qrafikdə oyunlarımız keçir. Buna baxmayaraq sona kimi dözdülər. Sona kimi oyundan qorxmadılar. Çox vacib idi bugünkü qalibiyyət. Ondan da vacib olan, dediyim kimi biraz sona kimi dözmək daha önəmli idi. Amma xarakter göstərdilər. Təşəkkür edirəm hər bir futbolçuma. Turan komandasına uğurlar arzulayıram. Əlbəttə ki, hər iki komanda azarkeşlərinə təşəkkür edirəm ki, gəlib öz komandaların yanında oldular. Buyurun, suallar keçirlər. Buyurun. Ola bilər, biraz vaxt lazım olacaq, çünki dizində də ağrısı. O gün məşqdə olmuşdu, bundan 2 gün öncə məşqdə hiss etmişdi. Bugün də biraz ağrısı var idi. Amma belə sanki dünənki məşqdə biraz normal idi. Səhər də həkimlər baxdılar, belə qaydasında idi. Sadəcə bir epizod oldu, ayağı biraz düz düşmədi deyir. O anda yenə ağrı hiss elədi. Sabah yəqin müayinə olunacaq. Mən biraz azca xroniki ağrıdır, xroniki zədədir. Görək inşallah sabah tam ətraflı geniş məlumat veriləcək. Hər ikisi. Yəni onun üçün ustağı da belə çox baxımlı zərbə endirdi və amma qapıcı da hər bir halda belə toplara reaksiya eləməlidir. Sanki daha rahat oynamaq istədi ki, topa oynayır deyə. Sanki ciddiyə almadı. Sanki top, sonra təkrarda baxdım. Amma top, zərbə də oradan keyfiyyətli zərbə idi, biraz belə. Sevilən zərbələrdən idi, belə deyək. Buyurun. Buyurun, İzzət. Mən belə münasibətdən bir şeylə. Ramin Şeydayevin üçün cəmi bir oyunda, bu il 2026 təqvimində bir oyuna çıxıb top oynadı. Yəni onun bu cür şans qazanması məşqlərdə özünü yaxşı göstərməsi idi, yoxsa başqa alternativ variant qazanmışlar? Ümumiyyətcə, Ramil elə bir oyunculardandır ki, o həmişə öz işgüzarlığı ilə seçilib. İstər məşqlərdə olsun, istər oyunlarda olsun, o onun ən üstün tərəfi olub. Ona görə məşqlərdə heç bir problem yoxdur. Yəni bütün oynadı, oynamadı, məşqləri demək olar ki, ən yaxşılardandır. Sadəcə oyun gedişatları elə olur ki, bəzən əlbəttə ki, şans az verdik və bugün də biraz onun da o son dəqiqələrdə işgüzarlığına ehtiyac var idi. Komanda yorulmuşdu. Belə, yəni, amma bəli, az şans veririk. Buyurun. Romanın Kabok oyununa bağlı Avrupa İnsan Komitesi 2 həftəlik araşdırma aparır. Prosesin bu qədər uzun çəkməsi sizə yaxşı hal, yoxsa pis halda? Nəyi axtar? İntizam Komitəsinin qərarlarını uzalır. Nə bilməm, bilmirəm. İndi elə siz dediniz, belə fikir verdim. Normal da yəni belə. Bir də gələni olacaq kubok. Gələni kimi düzələr. Başqa sualınız var, buyurun. Ulan təbii ki, zaman Qarabağ əvvəlki futbolçuların geri qaytarır. Ümumi formun bölgələrdə çox ümidlər var ki, orada artıracaq, daha vaziyyə etkilisini falan gedir. Amma baş vermədi. Meksika çempionatda, təbii ki, çempionatda üstündə, amma gözlərimizdə olmadı. Yayda bir onu yenidən qaytarmaq, əgər yeni istədiyiniz hücumçular alınmasa, təbii ki, tanıdığınız futbolçudur, nəyə qadir, sizin sistemi bilir. Geri qaytarmaq ehtimalını yəni gözdən keçirərsiniz. Keçirmək fikriniz var mı? İnanmıram ki, onun bura gəlmə o tərəfdən şansı olsun. Çünki çempionat çox yaxşı bir çempionatdır. Həm də çox, belə deyək, pullu çempionatdır. Mən belə yaxşı sponsorlar var orada. Amma gəlsə yox demərəm, amma inanmıram ki, belə bir. Çünki axır oyunlarda da demək olar, ümumiyyətlə oynayır, düzdür, biraz az vurur qollar, amma hər bir halda vacib qollar vurur. Amma biraz çətin görünən bir məsələdir. Bir də maraqlı ki, yerli bazarda əcnəbi futbolçular arasında maraqlandırılmış futbolçular var. Diqqətiniz olan.
Var, amma onların sahibləri var. Buyur Kənan. Müharibə məsələtədir ki, sualın cavabı komanda Qarabağ bu mövsüm ən çox toplanan komandalardan, yəni Sabahdan sonra ən çox kullanandır və ən az toplanan komandalardan biridir. Yəni ilkin baxışdan müdafiədən öncə dəyişik arasıdır. Mən soruşmaq istəyirəm, bu mövsüm daha doğrusu yayda, transferlə vaxtı sizin üçün ən vacib olan nöqtə hansıdır? Müdafiə, yarımdafiə, hücum xətti daha vacib orada olan gücləndirmək istəyirsiniz, yoxsa ki, ümumi baxacaqsınız? İnan, ümumi baxırıq. Yəni, hər xəttdə ehtiyacımız var bir neçə oyuncuya. Həm dediyim ki, oyuncu sayına və keyfiyyətinə ehtiyacımız var. Yəni, bütün mövqelərə baxılır. Dediyim ki, çox ciddi bir formada baxılır. İnşallah çalışacaq belə həm sayı artıraq, həm keyfiyyəti artıraq. Çünki yəni, gördüyümüz kimi çempionat bəlkə belə deyək də, bəlkə bu ilki çempionat mənim düşündüyümdən daha da keyfiyyətli oldu. Daha da bəlkə də gərgin oldu mənim düşündüyümdən. Amma hər bir halda bizim hər xəttdə yeniliklərə ehtiyacımız var və dediyim kimi, bugün məsələn cəmi 11-12 futbolçu var idi. Yəni, futbol elə bir, bəzən sən düşünmədiyin o qədər hallar olur ki, bunun zədəsi olur, bunun kartları olur. Yəni, bugünkü gündə gördüyünüz rotasiyanı da biraz belə də bir oyunun gedişatında bir o qədər dəyişik eləyə bilmirdim. Yorulan futbolçular var idi. Hələ mən çox ehtiyat edirdim ki, bəzi oyuncularımız birdən zədədən nəsə bir problem olar, zədə ala bilərlər. Təsəvvür edin ki, son bir ay yarımdır. Futbolçular belə deyək də bir rahat olmağa vaxtları yoxdur. 3 gündən, 4 gündən bir oyunlar. Özü də ki, bütün oyunları götürsək, belə 3 oyun, Sabahlı oyun, 2 Neftçili oyun, Turanlı oyun, yəni bunlar hamısı belə çox yuxarı səviyyədə olan bir oyunlardır və buna da futbolçuların əlbəttə ki, bir-birini əvəzləmələri və oyunun keyfiyyətini pozulmaları üçün çox vacibdir. Buna görə belə bir problemlərimiz var, amma hər xəttdə inşallah çalışırıq ki, daha da sayı çoxaldaq və o cümlədən bacardığımız qədər keyfiyyəti daha da qaldıraq. Buyurun. Ulan bəy, Sabahın kuboku qazanmasını istərdiniz, yoxsa Zirənin? Uğurlar arzulayım hər iki komandaya. Hamını ayıqdır, nə anlarsan. Həm səsindən, həm sağlığından biraz hər iki komandaya uğurlar arzulayıram onlar. Biraz, necə deyim, mənə bir cavabsız belə bir deyəkdə sual verdin sən, cavab verilməyəsin. Buyurun. Mövsümün ərzində Qarabağ Çempionlar Liqasında olduğu performansından sonra bəzi düşüncələr vardı ki, biraz qeyri-peşəkar düşüncədir, amma belə düşüncələr var idi ki, Qarabağ bu performansla daha aşağı liqalarda, yəni Konfrans Liqasında daha uğurla, daha çox yol qət edə bilər. Və bu gün də Konfrans Liqasındakı rəqiblərə baxsan, Qarabağ çox önəmək görünər, amma bəlkə də bacara bilər həqiqətən. Necə düşünürsünüz? Avropa Liqası və Konfrans Liqasına gedə bilərsiniz. Həqiqətən bu mövsümki tempi davam etdirə bilsəz, düzəltmə qoya bilsəz, Konfrans Liqasındakı hazırki klublara baxanda, göz önünə getmədə, orada ehtimal var mı bir yarım final, 4-də 1? Təbii ki, rəqiblərdən çox şey asıldı, amma bu tempi saxlaya bilsə və biraz üzərinə qoysa Qarabağ, heyət olaraq güclənsə, Konfrans Liqasında daha çox irəliləmək olar mı? Yəni, bizə Konfrans Liqası arzulayırsan, ümumən, yəni, çox istəyirik ki, əlbəttə ki, biz daha yuxarılarda olmaq istəyirik. Yəni, böyümək üçün, ümumiyyətcə, böyük futbolu, belə deyək də, tam hiss eləmək üçün böyük turnirlər daha maraqlıdır. Daha, belə deyək də, bizi məsuliyyətli eləyir və o cümlədən də sizlərin, azarkeşlərin istəyi həmişə daha digər turnirlər onu daha çox gözləyirlər. İstərsiniz, orada belə deyək, tanınmış komandalar, tanınmış klublar, məsələn, Avroliqanı deyək, bugün hələ ki bizim Avroliqa konferans şansımız var da,
orada olmağımız, yəni adicə məsələn Bayer kimi komanda məsələn keçən Avroligada oynuyordu. Məsələn yəni Avroligada böyük bir, yəni Çempionlar Liqasının komandasıdır. Belə deyək, yəni o səviyyədəki bir komandadır. Amma ümumən belə, yəni bizim kimi böyük ehtimal hamı düşünür ki, bəlkə Konferans Liqdə və yaxud Avroliqada daha çox nəticə əldə edə bilər. Amma bir şey qeyd edək ki, biz əvvəlki il Avroliqada cəmi bir qalibiyyətimiz oldu. Yəni cəmisi 3 xalımız. Amma Çempionlar Liqasımızın 10 xalımız oldu. Yəni bu bizdən asılı olan bir şey deyil. Nə qədər biz və həm də mən bildirərdim ki, bizim komandamız hansı ki Avroligada oynayanda çox yaxşı komandamız var idi. Çox belə təcrübəli futbolçular, hansı ki böyük futbol görmüş və futbolçuların performansı, yəni baxmayaraq biz o ili biz oyun baxımından, heyət baxımından Çempionlar Liqası qrupuna düşməyə layiq idik. Biz təkcə Dinamo Zagreb'dən də, yəni play-off'da məğlub olduq onlara və oradakı oyunu düşünsək belə, bəlkə biz hesab biraz əksinə olmalıydı, yəni başlanğıcda, oyunun gedişatında belə, sadəcə 3-0 ağlı gələn bir nəticə deyil idi belə. Buradakı oyunda, yəni orada biz belə deyək də, biraz nakavta düşmüşdük, biraz bəlkə burada biraz stres həddindən artıq çox idi və Avroligada, yəni o oyuna kimi, yəni biz bütün oyunlarda belə çox yüksək səviyyədə hazırıq. Mən özüm də bir məşqçi kimi arxayın idim ki, biz rahat idim belə sanki biz Çempionlar Liqası qrupuna düşəcəyik. Yəni komandamın gücü, komandamın oyunu biz çox yaxşı hazırlayıb keçmişdik Avstriyada. Və yoldaşlıq oyunlarımız çox yaxşı keçmişdi. Bütün oyunlar belə yüksək səviyyədə keçmişdi. Amma bu garanti deyil ki, biz Konferans Liqdə və yaxud Avroligada oynasaq daha şansımız çoxdur. Amma biz ondan əvvəl Avroligada biz qrupdan çıxdıq, yəni mərhələ adladıq. Yəni hər şey ola bilər, hər şey ola bilər, amma tam əksi də ola bilər. Amma o heyətlə, o cür heyətlə məsələn, o cür oyunla bir qalibiyyətimiz oldu digər ili, o bir ili. Onun görə biraz garanti yoxdur heç nəyə, amma əlbəttə ki biz yəni ölkədən kənara çıxdın, tam fərqli stresdir, tam fərqli məsuliyyətdir, tam fərqli futboldur, fərqli yanaşmadır. Orada yəni buradakı səhvləri orada bağışlamırlar. Orada hər bir komandanın böyük potensialı var, hər bir komandanın qarşısına qoyulan məqsədi var. Onlar da bizim kimi daha çox can atırlar ki, əl atırlar ki, yaxşı uğur nəticə eləsinlər. Xeyirlisi hansısa o da olsun. Biz həmişə çalışmışıq ki, istənilən turnirdə ən maksimumu əldə etməyə. Nə olacaq? İnşallah gələcəkdə görərik. Çox sağ olun, təşəkkürlər. Sağ olun.